Qan azlığı uşağın üzünə, gözünə baxaraq, çəkisini, boyunu yoxlayaraq qoya biləcəyimiz bir diaqnoz deyil. Qan azlığını aşkarlamaq üçün mütləq şəkildə qanın ümumi analizi və digər göstəricilər yoxlanmalıdır. Əgər hemoqlobinin az olduğunu belə biliriksə, bu müalicə təyini üçün kifayət deyil. Hemoqlobinin aşağı düşməsinin səbəbini araşdırmaq lazımdır və müəyyən etdikdən sonra müalicəyə başlamaq lazımdır. Əgər söhbət dəmir defisitli anemiyadan gedirsə, yəni uşağın bədənində dəmir deposu boşalıbsa, dəmirin səviyyəsi aşağı düşübsə, bu zaman dəmir preparatı ilə müalicə lazımdır. Tərkibində dəmir mikroelementi olan preparatlarla müalicə adətən ilk etapda 2-3 ay davam edir və müalicə tamam olduqdan sonra qan dəyərləri və dəmirə cavabdeh olan bütün maddələr təkrar yoxlanılır. Əgər müalicə uğursuzdusa və yaxud təsiri çox olmayıbsa və uşağın qan dəyərləri yaşına uyğun səviyyəyə gəlməyibsə, o zaman müalicə davam edir. Dəmir preparatının dəyişimi və dozası haqqında düşünmək olar. Lakin əgər müalicə uğurlu oldusa və dəmir preparatı qəbuluna artıq ehtiyac qalmayıbsa, yenə də kontrolsuz qoymaq olmaz və müalicə bitdikdən sonra təkrar analizləri 3 ay sonra verməliyik. 3 ay sonra da qan dəyərləri yaxşıdırsa, kontrol üçün 6 ay sonra təkrar yoxlayırıq və o zaman da yaxşı çıxırsa, bu uşaqda bir dəfə qan azlığı olub, dəmir defisiti olub deyə qan azlığına meyillik var kimi sayılır və ildə bir dəfə yoxlanılır. Dəyərli valideynlər, qan azlığı bir diaqnozdur. Qan azlığı bir problemdir və kontrolsuz buraxılmamalıdır. Əgər sizə dərman təyin olunursa, mütləq şəkildə təkrar yoxlanmalı, müalicənin effekti olub olmadığı aşkarlanmalıdır.